Salam dəyərli dostlar. Bayaqdan bəzi jurnalistlər mənim fikrimi öyrənmək istəyirlər. Məlum siyahı ilə bağlı adları qadağada olan müğənnilər siyahısı. Deməli, mən nəzərinizə onu çatdırım ki, orada əvvəla qadağada olan bir neçə müğənninin adını görmədim. Ya ehtimalım budur ki, növbəti siyahı yayımlanacaq, ya da ki, bəzi səhifə adminləri rəsmi siyahıdan indi nəyəsə müqabilində səhifə adminləri, səhifə işlədənlər, onların adlarını çıxarıblar. Amma bilin ki, son vaxtlar qalmaqalları ilə və yaxud qeyri-qanuni nikahdan kənar uşaq doğmaqları ilə gündəmdə olan müğənnilər, bəli, onlar da qadağadadırlar. Bunu mən 100% deyirəm sizə. Və əziz dostlar, qaldı ki, mənimlə bağlı gülmüşəm nəyə? Elə bilin ki, deyirlər ki, Trump zaurun verilişinə gəlməkdən imtina elədi. Trump oradaydım ki, bir imtina da eləsin. İndi yəni afət heç sizin efirinizə çıxırdım ki, bir imtina da və ya qadağa qoyasız ya qoymayasız. Zaten mən bir il öncə, baxın, afətlə üzünə verilişimdə mən bildirmişəm ki, mən efirlərə qadağa qoyuram. Adımın çəkilməyinə. Baxın. Zaur, mən sizə qadağa qoyuram. Mənim adımı çəkməyin və şəklimi də oradan yığışdırın. Mənim ehtiyacım yox sizə. Mən zaten televiziya ilə tanınmamışam. Mən televiziya o vaxtı tanıtmaq istəyəndə məndən pul istəyiblər. Qəpik-qəpik yığıb aparıb, bütün müğənnilər... Nəysə, nəyə demək istəyirəm? Mən qadağa qoydurmuşam. İndi o bir məşhur el misal var, deyir, qara məni basınca mən qaramı basım. Yəni, bilmək istəyirsinizsə, birinci mən qadağa qoydurmuşam. Zaten bir doğanların təbliğatından aparan aparıcıların verilişində mənim nə işim var? Mən özümü düz doğan tanıdığım üçün mənim o cür verilişlərə ehtiyacım yoxdur. Hə, qaldı nəyə? Hə, o ki qaldı, indi deyəcəksiniz ki, bəs necə olur, hərdən verilişi də ora çağırırdınız və yaxud gələndə iştirak edirdiniz verilişlərdə. Dostlar, üzətdəndir də adam utanır deməyə ki, çəkmə məni. Eləsi olur, dost olur da sözün yerə salamıram. Amma sonra mən bir açıqlama da etmişdim ki, dost verilişlərə ancaq yol xərcimi ödəyərlərsə gələrəm. Dost olmayan aparıcıların verilişlərinə isə $5000 qonorar demişdim ki, verərsinizsə mən bu qızıl dəyərli vaxtımı sizə sərf eləyərəm. Zaten xaricdə də müğənnilər efirlərdən pul istəyib, pul müqabilində çıxırlar dostlar. Müğənni efirdən pul alır ki, mən sənə reyting verirəm, mənə pul ödə. Yəni qanun da budur. Adımın o siyahıda olmağını izah etdim. Ən başlıca səbəbi isə dediyim kimi, mən efirlərdən pul istədikdə, efirlərdə mənə qarşı agresiya yarandı ki, yəni sən bizdən pul istəyə bilməzsən, yəni biz səni tanıtmışıq. Mən də onlara izah etdim ki, siz məni tanıtmamışsınız, siz mənim pulumu alıb qonaq çağırmışsınız, məni YouTube tanıdıb. Mən onlardan pul istədikdən sonra büyün məlum siyahıda onlar da neynəsin, mənim adımı ora yazmalıydılar. Çünki bilirdilər ki, o pulu mənə verməyəcəklər. Ona görə də deyir o məşhur el misalı, qara məni basınca mən qaranı basım bu məsələ. Hə, mənim bu qadağamdan sonra dostlar, sağ olsun aparıcılar məni xərcə salmadılar. Adımı da çəkmədilər və məni də narahat etmədilər. Belə ki, adımı çəksələr idi, mən gərək vəkil tutardım, vəkilə pul ödəyərdim ki, məhkəmə qərarı ilə adımı çıxartdırım o efirlərdən. Hətta mən təklif edirəm ki, bütün efirlərin YouTube kanalları mənim verilişlərimi silin. El etməyin ki, mən müəllif hüququ ilə öz televiziya vasitəmlə, Afətin YouTube kanalı, o mənim televiziyamdır. Sizin kanalları vurdurum. Bəri başdan deyirəm, mənim bütün verilişlərimi silin oralardan. Mənim ehtiyacım yoxdur.